aleyküm. Ne tarsıza? Benim adım Baba Kişidir. Ben bugün size doğuşanla canavarın nağılını danışacağım. Deməli, günlərin bir günü bir dənə meşədə bir dənə canavarla doğuşan yaşayır. Canavar doğuşanı harada görür, qapazdır, şillə, tətik, yumruq, tamış kəsdirir də. Harada görür, mında istihat koymur. Ağzına, başına, qarnına, göbəginə, qıçına, harasına gəlir vurur. Doğuşan da bezir, gedir şirin yanına şikayət eləməyə. Deməli, bunlar ikisi gəlirlər şirin yanına, şir deyir, ha, canavar, sən nəyə qora bu tifili dögürsən? Sən hər gün bunu nəşə vurursan? Sən mən bir dənə şərt qoyacam, deməli belirləyirsən. Demək, həftədə bunu bir dəfə dögürsən. Başa düşdün? Bir həftədən bir çırpırsan bunu. Sən ölsən, mənim şərtimi pozsun, sənlə göz vuracam. Başa düşdün, canavar? Canavar deyir, mənim gözüm istər, həftədə bir dəfə. Deməli, şirin bu sözündən sonra canavar gedir, doğuşanı tapır, deyir, bura qala. Doğuşan mıy görür, gəlir canavarın düz qabağına. Canavar deyir, mən sənə nə demişdim, həftədə bir dəfə qəsəyə çırpır. Doğuşan deyir, mənim gözüm istər. Canavar mıy çırpır, eşşək balası kimi. Çırpır, qutarır, doğuşan deyir, pardon, gedə bilərəm, deyir, yox. Gəl, o bir həftəylə çırpım da. O bir həftəylə ormasın, mıy dögür. Doğuşan deyir, o bir dənə mıy qeyd eləyim, bloknot götürür də, dəftər, yazır. Deyir, yox, doğuşan, bir dəqiqə deyən, qoy o bir həftəylə ormasını çırpım. Çırpır, mıy dögür, doğuşan da qeyd edir dəftərlə. Deyir, bir dəqiqə deyən, qoy o bir həftəylə planını dögüm. O da dögür, doğuşan da qeyd edir. Bu dögür, bu yazır. Bu neçə ayın planını yerinə yetirir. Nəysə də o çırpır, bu da yazır. Çırpır, yazır, üstündən düz 3 ay keçir. Elə üstündən 3 ay keçir, şir yolla gedir, gör, doğuşan gəlir, əlində də bloknot, dəftər. Deyir, doğuşan, bura gəl. Doğuşan deyir, nə olub şir? Deyir, vəziyyət nətər da, bir irəliləyiş yad var. Doğuşan deyir, şir, sən başına dönüm, irəliləyiş deyəndə ki, elə köynə haqq hesablayır, prosta biraz yazı poza işin soxalım. Va beləncik. Nəysə, sağ olun, özünüzdən müğayət olun. Bir də beləncik Səydəş nağıllara qulaq asın.